Bakıda baş verən lisey hadisəsi ilə bağlı hər saat yeni detallar ortaya çıxır. Yayılan məlumatlara görə 10-cu sinif şagirdinin riyaziyyat müəlliminə atəş açmasının səbəbi kimi qısqanclıq ehtimalı irəli sürülür. Bu iddia sosial şəbəkələrdə böyük rezonans yaradıb və valideynlər arasında narahatlığı daha da artırıb. Lakin rəsmi qurumlar motivin hələlik təsdiqlənmədiyini bildirir. Hazırda hüquq mühafizə orqanları şagirdin psixoloji vəziyyətini, ailə mühitini və hadisəyə gətirən bütün amilləri araşdırır. İstintaq yekunlaşmadan səslənən versiyaların yalnız ehtimal olduğu vurğulanır. Mütəxəssislər isə bildirir ki, yeniyetmə yaş dövründə emosional asılılıq, aqressiya və nəzarətsiz davranışlar vaxtında aşkar edilmədikdə ağır nəticələrə səbəb ola bilər. Bu olay məktəblərdə psixoloq nəzarəti və təhlükəsizlik tədbirlərinin kifayət edib-etmədiyi sualını yenidən gündəmə gətirib. Nəticə, hadisənin əsl səbəbi istintaqın yekunundan sonra məlum olacaq. Amma artıq bir həqiqət aydındır. Məktəblərdə təhlükəsizlik və psixoloji nəzarət məsələsi daha ciddi yanaşma tələb edir.